Zamiq bəy, sözü yenidən sizə vermək istəyərdik, lütfən. Can fədadır isminə, ey könlümün şahanəsi. Eşqimin şadəm ki, var könlüm kimi kaşanəsi. Tərifim bicadır ey şahim, nə tərif eyləyim, İzzətin əksiltməsin, qoy dövrünün divanəsi. Qibləgahımsan mənim, öpsən məqamın fəxridir. Mərhəba, səd mərhəba, ey dinimin fərzanəsi. Ya Əli, zikrinlə haqq eylər şəfaət aşiqə, eşqin ilə çün dolubdur ol kəsin peymanəsi. Ey fəzilətkanı, ey sərkərdələr sərkərdəsi, kafərin puç oldu bir kəlmənlə min əfsanəsi. Gəlsə min bir əbdəvid neylər bizə ey nadürüst, la fəta illa Əlidir könlümün bərnaməsi. Ey səfayı, şad olur zikri Əlidən könlümüz, ömrümün mənasıdır o, şeirimin dürdanəsi. Teşekkür ederiz. Allah qələminizi bərəkət eləsin, qələminizi qüvvət, Çox icad etdiniz. Teşekkür ederiz sizə, hər birinizə. Eşim bəy, sizin çıxışlarınıza görə çox maraqlı, mühüm, tali yüklü məqamlara toxundunuz. Ələlxüsus bu gözəl bayramın, bu gözəl günün rənginə öz çıxışınızla bir rəng qatdınız. Minnətdarıq sizə. Dəyərli şairimiz Zamiq bəy, sizə çox təşəkkür edirik. Estağfurullah. Möminlərin əmiri, müttəqilərin imamı Əli əleyhissalam barəsində gözəl şeir səsləndirdiniz. Qələminizə qüvvət, qələminizə bərəkət. Təşəkkür edirəm. Mən də təşəkkür edirəm 14 dövrə əməkdaşlar, tapdaşlar sizə dəvətiniz üçün. Bayramınız mübarək olsun.